Здравствуйте, дорогие друзья! Еще раз давайте продолжим нашу тему. В первой части мы с вами поговорили о stradательных причастиях. Meçhul fiili sıfat hakkında danıştık. Dedik ki meçhul fiili sıfatlar Rus dilində ancaq və ancaq переходный qlaqol, yəni təsirlik hal feillərindən, təsirlik halın suallarına cavab verən, təsirlik halında sualı biz bilirik ki, kavo, kimi və что, nə sualdır. Çünki Rus dilində əslində nəyi sualı yoxdur. Bu suallara cavab verən feillərdən yaranır. Məhz bu suallara cavab verən feillərdən yaranır. Və stradательное причастие, məchul feili sıfatımız indiki zaman feillərinin первое спряжение и второе спряжениyaların əsasında yaranır. Yuxarıda biz birinci spряжение haqqında danışdıq. Dedik ki, onların sonuna biz feili sıfat olaraq yem və plus окончание рода, yəni cins şəkilçilərini əlavə edirik. Второе спряжение, ikinci təsriflənmə feillərinin sonuna, feili sıfatların sonuna biz im, i plus окончание рода və cins şəkilçilərini əlavə edəcəyik. Допустим, видеть, görmək. Видимый, görünən anlamını verir. Təbii ki, siz bunu qadında, ortada və cəmdə qoymaq istəsəz, sonlarına isimə bağlı olaraq sonlarına o cinslərin və yaxud cəm halının şəkilçisini qoyacaqsınız. Видимый, видимая, видимые. Допустим, çtit, hörmət olunan və yaxud xatirəsi yad edilən etmək deməkdir. Çtimый. Ненавидеть, nifrət etmək, ненавидимый. Слышать, eşitmək, слышимый, eşidilən. Посмотрим примеры. Вещи, которые можно видеть. Yəni, əşyalar hansıları ki, görmək mümkündür. Видимые вещи, görünən əşyalar. В воде плавают вещи, которые можно видеть. Yəni, suyun içərisində əşyalar üzür, hansıları ki, görə bilərsiniz. Bunu biz feili sıfatla verə bilərik. В воде плавали вещи, видимые вещи. Yəni, suda görünən əşyalar üzür. Ola bilər ki, hər hansı bir hadisədən sonra suyun içində bir görünən əşyalar peyda olub. Второе. Композитор, которого все чтят. Bəstəkar hansının ki xatirəsini hər kəs yad edir. Hansının ki xətrini hər kəs sevir və yaxud istəyir və yaxud yad edir, xatırlayır anlamını verir bu cümləmiz. Çtimый композитор, yəni hər kəs tərəfindən xatirəsi yad edilən bəstəkar. Üzeyir Qaджибеков, композитор, память которого все чтят. Üzeyir Hacıbəyev bəstəkardır. Hansının ki xatirəsini hər kəs yad edir. Belə bir cümləmiz. Biz bunu feili sıfatdan veririk. Üzeyir Qaджибеков всеми чтимый композитор. Üzeyir Hacıbəyev hər kəs tərəfindən xatirəsi yad edilən bəstəkardır. Bu cümlədə qısa bir haşiyə çıxmaq istəyirəm. Genel olaraq mənim kanalımın tənqidçilərinə yönəlik olaraq. Burada mən çtət feili yazmışam. Bilirəm, çoxunuz orada bu feil çtut deyə hallanır üçün şəxsə. Xeyr, feil ikinci təsriflənmə feili olduğu üçün düzgün olaraq bunun qrammatik hallanması, yəni xatirəsini yad etmək feili çtətdir. Lakin danışıqda rечевая ошибка kimi bunun çtut variantı da var. Ona görə, yəni hər iki variant допустимо, hər iki variant istifadə olunur, amma doğru variantımız çtətdir. Человек, которого nенавидят. İnsan hansına ki nifrət edirlər. Nенавидит feili bizim Azərbaycan dilində fərqli məna versə də, yəni nə mənada? Bizdə yönlük halda işlənir. Çünki biz kimə sualına cavab verir. Lakin Rus dilində nенавидит feili təsirlik hal feilidir. Kimi, kavo sualında işlənir. Çünki əslində feilin kökündə видеть feili var. Bu da sanki heç görmək, istəməmək anlamını verir. O da təbii ki, təsirlik hal feilimizdir. Və bu feilimizdən biz feili sıfat yaratdığımız zaman ненавидимый человек, yəni nifrət olunan insan işlədirik. На заводе работает мастер, которого все ненавидят. Zavodda bir usta işləyir, hansına ki hər kəs nifrət edir. Feili sıfat olaraq düzəldirik. Этот всеми ненавидимый мастер работает на заводе. Bu hər kəs tərəfindən nifrət olunan
usta zavodda işləyir. Belə bir cümləmiz. Звуки, которые можно слышать. Yəni səslər hansıları ki eşidə bilərik və yaxud eşidə bilərsiz. Belə bir birləşməmiz. Biz bunu sanki sadələşdiririk, fiili sifətlə işlədirik. Слышимые звуки, yəni eşidilən səslər gördüyümüz kimi. Звуки, которые слышим в лесу, иногда пугают. Yəni səslər hansıları ki bəzən meşədə eşidirik, bəzən insanı qorxudur. Belə bir cümləmiz. Fiili sifətlə bu cümləmizi asanlaşdırmağa çalışırıq. Звуки, слышимые в лесу, иногда пугают. Yəni meşədə eşidilən səslər bəzən qorxudur. Gördüyümüz kimi stradательный причастие, yəni fiili sifətimiz, məchul fiili sifətimiz indiki zamanda первое, второе sprijение feillərindən yaranır və bu feillərin təbii ki, mütləq surətdə təsirli hal sualına cavab verməsi önəmlidir. Yoxsa ki, yəni əgər başqa padejlərdə istifadə olunan feillərdirsə, bu feillərdən stradательное причастие, yəni məchul fiili sifət yaranmır. Və öncəki dərslərimizdə, bir neçə ay bundan öncə olan dərslərimizdə dediyimiz kimi biz действительное причастие, yəni məlum fiili sifət haqqında danışmışdıq. Məlumat hərəkətin bir obyekt tərəfindən görüldüyünü göstərir, başqa bir obyekt üzərində. Məchul fiili sifətlərimiz isə bu dəfə hərəkət obyektin, yəni iş görülən obyektin öz üzərinə bu fiili sifətin işlənməsi çətin görünə bilər və yaxud bəzilərinizə nə bilim Çin dili qədər mürəkkəb görünə bilər, amma təbii ki, bəlli bir ilk səviyyələrdə bu sizə çətin görünə bilər. Lakin vaxt keçdikcə, istər-istəməz mütaliə etdikcə, oxuduqca və yaxud kitablarda bunlar qarşınıza çıxa bilər və qarşınıza çıxdıqca artıq beyninizi buna alışdırmanız, bunu özünüzə səriştə etməniz lazımdır ki, bu birləşmələri, yəni fiili sifətləri cümlənizdə istifadə edə bilərsiniz və bununla da cümlənizi, nitqinizi daha mürəkkəbləşdirə bilərsiniz, nitqinizi daha gözəlləşdirə bilərsiniz, daha mükəmməlləşdirmək məqsədi ilə fiili sifətdən istifadə edə bilərsiniz. Təbii ki, əgər qura bilmirsinizsə, illa qurmaq zorunda da deyilsiniz. Yəni, normal olaraq indiyənəcən который bağlayıcı sözünün köməyi ilə də qura bilərsiniz. Который də bilirik ki, isimlə uzlaşır, mütləq surətdə isim kimi bütün padejlərdə hallanır. Ümid edirəm ki, fiili sifət sizə yetəri qədər anlata bilmişəm. Ümid edirəm ki, fiili sifətin nə olduğunu anlaya bildiniz. Düzdür, bilirəm, rus dili başqa dillərə bənzəmir. Rus dili, yəni, nə qədər mürəkkəb olsa da bunu qəbul etmək məcburiyyətindəyik. Çünki hər bir dilin özünə məxsus mürəkkəbliyi, hər bir dilin özünə məxsus xırda detalları vardır. Rus dili də həmin o mürəkkəb silsiləyə daxil olan dillərdən biridir. Bütün dillər belədir. Bizim dilimizdə belə, Azərbaycan dilində belə bir çox fərqli xırdalıqlar, bir çox mürəkkəbliklər var. Azərbaycan dili müəllimləri hər halda məndən rastlaşar. Daha doğrusu razılaşar. Başqa millətdən olan insanlar bizim dilimizi öyrəndikdə də oradakı bəzi xırdalıqları anlamaq onlara çətin gəlir. Bugünkü dərsimiz haqqında bu qədər. Növbəti hissələrimizi unutmayın. Növbəti hissələrimizdə fiili sifətin, yəni stradательный, məchul fiili sifətin keçmiş zamanı haqqında danışacağıq. Əgər səsimdə, boğazımda hər hansı bir problem yaşadımsa üzr sayın. Yəni bu müəllimlərimizin, hamımızın peşəkar xəstəliyimizdir. Çox danışdığımız üçün bəzən boğazımızda quruluq baş verə bilir. До свидания, увидимся.